Müqəddəs kitab Mattanın müjdəsi 8-ci fəsil 19 və 20-ci ayələrdə belə deyilir. Bu zaman bir ilahiyyatçı ona yaxınlaşıb dedi: "Müəllim, sən hara getsən, sənin ardınca gedəcəyəm." İsa ona dedi: "Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma bəşər oğlunun başını qoymağa belə yeri yoxdur." Həmçinin Həvarilərin İşləri kitabı 1-ci fəsil 8-ci ayədə yazılır: "Amma müqəddəs ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız və Yerusəlimdə, bütün Yahudiya və Samariyada, həmçinin yer üzünün qurtaracağına dək hər yerdə mənim şahidlərim olacaqsınız." Dua edirəm, ey əziz Rəbbimiz, sənin yolunu izləmək və hər yerdə sənə sadiq bir şahid olmaq üçün bizə qüvvət və müdriklük ver. Biz sənə güvənirik, çünki səninlə olmaq dünyanın ən təhlükəsiz yerindən də üstün bir sığınacaqdır. Qoy müqəddəs ruh bizi doldursun, imanımızı möhkəmləndirsin və həyatımızda sənin işığını daim parlatsın. Amin.